Yetti. İbrahim yetti. Çektim İbrahim. Ahırda da çekersen gör onda ne diyor. Gör harda yetti. Ben dedim bana gitti. Tekılaydı gitti tekılay. Sağlık da demedim. Sahil mi? Ya dedim mekanımızın sağlığı olsun. O dedim həmişə belə xalqın qulluğunda desin. Yeməkləri çox dadlıydı, xavorma. Kebab Hanım sırma siz ne kebab. diyebilirsiniz? Niyel hakkında ne diyebilirsiniz hanım? İndi niye çok güzel, çok yemekleri çok. Yani ben içkiden başım çıkır ama yemeklerin diye bilərəm ki, yüksek seviyede çok güzel, balıklar güzel, güzel deşeylüyle kebap, güzel çiçek kebap, her bir şey yüksek seviyede. İndi sen ben onu da görün bak. Bize başka adamlar deyirlər ki, ne tapmışsınız Niyel'de? İndi ben bu sualı sana verəm. Ne tapmışsan Niyel'de? Niyeldə onu tapmışam ki, başka Şadlıq Sarayında uzağı bir dənə, iki dənə, en bahalı nədir? Balıqdır da. Hə. Balıq yeməkləri varsa, burada bayaqlar 10 çeşit cürbəcür, qeyri-adi, delikates balıqlar. Yaxşı. Hanım ne tapmışsınız Niyel'de? Valla bir restoranın ki adı Niyel olar. Tabii ki bilirler ki orada keyfiyet var, orada səmimiyyət var, orada her şey var. Her şey güzeldir, süperdir. Samir Bey, uşağın toyu harda olacak? İnanırsan ki, Sevgili Hanım Ben geldiğimi koydum. maraqlanırdım. İnşallah bizde ayın 8'i nişandır. Ben de burada eləyəcəm. İnşallah. Doğrudan oğlu ver nişanlamısan. Dost-dosta vermezler. İnşallah. Ayın Toyun burada 8'i. eləyəcəm. Hə. Bakın görün, təzə cütlüklər toya gəliblər. Həmişə toyda. Qaim qədim olasınız, bəxtəvər olasınız. Allah sizi xoşbəxt eləsin. Sizin toyunuzda mən zanit idim, amma inşallah uşaqlarınız olar. Toyuna gələrəm, ad koydusuna gələrəm. Yəni bilərək eləməmişəm Cəmil, biləsən. Sən hamının yerini bilən oğlansan. Toydan üçün babamla danışmışsan ki, gələ bilməyəcəm, bilirəm. Nazilə xanım, yaxşı, o sualı mən sizə vermək istəyirəm. Niyə görə İmanla siz Niyeli seçirsiniz? Biz ailəlikcə Niyeli fanatıyız. Məsələn, necə Ailəlikcə. fanat? Nəyə görə fanatısınız? Yəni Niyelin özü ilə dostluq edirik birbaşa. Hə, biz dostluq edirik. Sənin dostun kimdir? Sən onun arxası yerə gəlməz ha. Bəli. Çünki sən əsl dostsan. Öpürəm səni. Bəli. Canım mən. Sağ ol. Həmişə belə gözəl və təravətli ol. Ha.